Ruslan narkotiki tərk etdikdən sonra yeni həyat qurmaq üçün bütün enerjisini idmana yönəltdi. O hər gün idman zalına gedir, ağır çəkilər qaldırır, bədənini gücləndirirdi. Artıq ətrafdakıların baxışları ona güclü olduğunu hiss etdirirdi. O öz fiziki gücünü artıraraq daxili zəifliyini unutmaq istəyirdi. Amma emosional problemlər hələ də həll olunmamışdı. Hər dəfə tək qalanda keçmişindən qorxurdu. O bir gün dizini zədələdi və uzun müddət idmandan uzaq qalmaq məcburiyyətində qaldı. İlk dəfə idmandan uzaqda özünü necə hiss elədiyini anladı. Boğuş, zəif və qorxaq. O idmanı bir qaçış mexanizmi kimi istifadə etmişdi və ilk dəfə bu qaçış yolu bağlanmışdı. Nə edəcəyini bilməyən Ruslan depressiyaya düşdü və bir müddət sonra yenidən narkotika əl atdı. Şahin narkotika son verəndən sonra ibadətə başladı. O həyatındakı hər şeyi Allahın iradəsi olaraq izah edir və düşünürdü ki, bütün ömrünü ibadətə həsr etsə, həmişəlik narkotikdən uzaq qalacaq. O hər şeyi dini məntiqlə izah etməyə çalışır və öz problemlərini Allahın imtihanı kimi görürdü. Lakin hələ də keçmişin yükünü hiss edirdi və bunu da şeytan əməli kimi izah edirdi. O ibadəti Allaha olan sevgisindən etmirdi, ona öz reallığından qaçış vasitəsi kimi baxırdı. Bir müddət sonra o, dini inanclarının onu narkotikdən uzaqlaşdırmağa kifayət etməyəcəyinə dair qorxu və vəsvəsə yaşamağa başladı. Çünki o əslində daxili dəyişim etməmişdi və dini inanclarının içində gizlənərək həyatın çətinliklərindən və daxili problemlərindən qaçırdı. Onun öz inanclarına şübhəsi gedərək artırdı və inanclarının zədələnməsi ona yenidən narkotika qayıtmaq üçün bəhanə verdi. Sadəcə inanmaq insanı keçmişindən və problemlərindən azad etmir, real addımlar da atmaq lazımdır. Narkotik asıllığından qurtulmağın niyə çox çətin olduğunu anladınızmı, dəyərli dostlar? Ən dərin səbəblərdən biri reallıqdan qaçış ehtiyacıdır. Uşaqlıq travmaları, ailə problemləri, maddi çətinliklər, sosial təzyiqlər, emosional boşluqlar insanların daşıdığı yüklərdir. Bu yüklərlə başa çıxmaq üçün yeni bir zehin lazımdır. İnsan gündəlik həyatın çətinlikləri, travmaları ilə üzləşmək və həqiqi dəyişim etmək əvəzinə beynində alternativ bir dünya yaradır. Buna görə də insan asan çıxış yolu axtarır. Narkotik və digər psixoaktiv maddələr beynin alternativ bir reallıq yaratmasına imkan verir. İnsan bir müddətlik bu ağrılı dünyanı tərk edib özünü yeni bir varlıq kimi hiss edir. Amma bu yalnız müvəqqəti bir qaçışdır. Azadlıq böyük bir məsuliyyət gətirir. İnsan bu azadlığın nəticələri ilə üzləşməli və öz səhvlərinə görə cavab verməlidir. Lakin narkotik istifadəçisi bu məsuliyyəti qəbul etmək əvəzinə onu inkar edir. İnsan öz həyatını idarə edə bilmədiyini anlayır və buna görə də beyin alternativ bir reallıq yaradaraq insanı sakitləşdirir. Narkotik həyatın təbii çətinliklərinə qarşı passiv müqavimətdir. Reallıqdan qaçmaq insanı müvəqqəti sakitləşdirə bilər, amma nəticədə onu daha da zəiflədir. Bəs çıxış yolu nədir? İnsan reallığı qəbul etməyi və məsuliyyət götürməyi öyrənməlidir. Bunun üçün onun zehni bacarıqlara ehtiyacı var. Narkomaniya ilə bağlı çalışmalarım çox olub. Bu çalışmalara sərf edilən vaxtın əsas hissəsi həyatla baş etmə bacarıqlarına həsr olunur. Narkomaniyadan qurtulmaq sadəcə narkomaniyadan qurtulmaq deyil, həyatı dəyişməkdir. Daxili problemlərini həll etmədən reallıqdan qaçmaq çatlamış divara aboy vurmağa bənzəyir. Fikirləriniz çox maraqlıdır.